Bir daha xeyirli olsun Elçin. Çox sağ ol. İntihası müvəqqətidir də. Müvəqqəti deyəndə nə fikirləşirlər? Nə bilim qardaş, həm buradayam, həm yetimxanada. Sonra da yerimə təzə adam qoyacaqlar ki, sırf bura baxsın. Yetimxana demə də, uşaq evi. Siz deyirsiniz axı. Sən demə. Yaxşı. Olsun uşaq evi. İndi Qəmbər dayının əlindən buranı alırlar demək, ha? Elə görünür. Rəşad, özün bilirsən, Qəmbər müəllimə hörmətimiz sonsuzdur. Amma bütün bu işlər hamısı İlyasın işləridir. Mənə bax, bu Kərimin ambardan oğurluq məsələsi təsdiqləndi. Yox. Vəssalam da. İlyas haköy qaldırdı. Tağım əlindəki işi belə həll elədi. Mən Tağım müəllimə dedim də, dedim Tağım müəllim, nə məsələ deyib belə tez tələsik. Hər şey ildırım sürəti ilə oldu. Adam var ki, illərlə, aylarla gözləyirik hansısa postu. Mənə dedi ki, Elsin, fövqəladə vəziyyətdir. Dedi ki, bu ambarda strateji yerdir, özün bilirsən. Sabah dedi, dövlət mənim yaxamdan yapışacaq ki, bu göndərilən mallar hara yoxa çıxır, mən nə cavab verəcəm? Yox, indi orası aydındır da. İndi belə qərar qəbul olunubsa ki, Qəmbər dayı çıxmalıdır, o neyniyəsən? Hə də, mən kiməm ki, xırda adam, fındıq. Xırda deyirsən, amma yetimxananın müdürü oldun. Gəldin ambarın müdürü oldun. Yavaş-yavaş gelsən də qabağa. Sən Allah şişirtmə də. Yetimxanadan bura gəlmişəm də, nazir olmamışam ki. Uşaq evi. Hə? Uşaq evi. Hə, uşaq evi. Bax işte. Ersat, Elçin müəllim, bir daha təbriklər. Bir xahiş eləyim, bu müəllim sözünü yığışdır, xahiş edirəm. Sadə müdür. Bəli, sadəlik lazımdır. Mən kiməm ki, bayaq dedim axı, xırda adam. Elçin, mən burada çox adamın əlini sıxmışam. Yaxşıların da, pislərin də. Çalırsan həmişə yaxşı ol. İnşallah elə də olacaq. Nə lazım olsa qulluğunuzda hazırım. Çox sağ ol. Sağ olun. Alo, Tağım müəllim, salam. Çox sağ olun, yaxşıyam. Bu, Rəşad gəlmişdi, Qəmbər müəllimin bacısı oğlu. Hə, nəsə nə bilim, hətərən-pətərən danışıb getdi. Vallahi qorxuram nəsə oyun çıxaralar. Qorxuram deyəndə ki, Tağım müəllim, nədən qorxacam, prosta da. Həşi, mən kiməm ki, xırda adamam da. Oldu Tağım müəllim, çox sağ olun. Çox sağ olun, oldu, sağ olun. Rəşad müəllim. Hə. Salam Rəşad müəllim. Salam Vaqif. Necəsiz? Yaxşı, sən necəsən? Belədir. Heyf buralar əldən çıxdı. Qəmbər müəllim bizim böyüyümüzdür, bizə yaxşı baxırdı. Elə Əsəd müəllim də yaxşı idi. Düzdür, bir neçə gün müdür qaldı. Amma yenə də ondan bir xəbər yoxdur Əsəd müəllimdən. Yox. Qulaq as, Vaqif, gəl açıq danışaq. Bura Qəmbər dayının əlindən zadından çıxmayıb. Qəmbər dayının prosto düşmənləri çoxdur. Onun başında alınan iş çevirənlər çoxdur. Qəmbər dayı həmişə bura can yandırıb, düzdür? Elədir. Həmişə sizin qayğınıza qalıbmı? Kimin nə problemi olub yerində həll eləyibmi? Bayramlarda premiyalar, kiminsə yaxşı düşüb dərhal pul verib, düzdürmü? Kişi bəhanə axtarırdı ki, bayram olsun, matəm olsun, artıq sizə pul versin. O cür kişinin torbasını tikmək kişilikdəndir səncə. Qəmbər müəllimi hamı sevirdi. Sizin yaxşı günləriniz qutardı ya, biləsiz. Bu var ha, bu uşaq evində direktordur. Bir tanış bilişindən get soruş gör nətər direktordur. Maaşlar çatırmı? Elə bizim qonşu orada işləyir. Hər axşam gələndə bundan şikayət eləyir. Görürsən Qəmbər dayı hələn burada sizin maaşlarınızı qaldırmaq istəyirdi. Qəmbər kimi kişinin torbasını tikmək, bu boyda insana çörəyə bahis qoymaq kişilikdəndir. Və gedin öz haqqınızı tələb eləyin də. Gedin öz haqqınızı tələb eləyin. İstəyirsə, Qəmbər dayını istəyirsənsə, yox istəmirsinizsə başqa söhbət. Əşi, nə danışırsan? Qəmbər müəllimi kim istəmir axı? Hamı xoş deyir onu, hamı sevir Qəmbər müəllimi. Ay sağ ol. Onda gedin, hərəkətə keçin. Neyniyək biz? Gedin kabinetinə.
deyin ki, maaşlarımızı vaxtında ver. Qaldır maaşları. Bir radiasiya bir tərəfdən, bu şərait də bir tərəfdən. Gör hansı şəraitdə işləyirsiniz. Belə ara bulandırmaq kimi çıxmasın ha. Əşi nə ara bulandırmaq. Elçin bu günləri gəlib elə təhvil təslim götürəndə bu cəmaata özüm dedim ki, bununla da eşşəyimiz öldü. Yetimxananı da misal çəkdim. Yetimxana demə. Nə deyim bəs? Neyse. Get o birisilərlə də danış, hərəkətə geçin. Qəmbər dayı əgər çox istəyirsinizsə, Qəmbər dayı bura qayıtmalıdır. Dön. Oldu. Yaxşı. Uşaqlar, gəlin görün bura.